Balakən rayonunda 2 mərtəbəli stasiyaya çıxarılır. Torpaq sahəsi 9 sotdur. Lisey məktəbinə yaxın bir məsafədə yerləşir. Mərtəbə arası beton monolitdir. Gördüyünüz kimi betondan monolit tökülmüşdür. Birinci mərtəbənin yeri betondur. Evdə çoxdandır yaşayış yoxdur. Yeni barıdır. Küt barıdan tikilibdir. Alt mərtəbəsi 3 otaqdan ibarətdir. Qazı, işığı, suyu hamısı işdəki haldadır. Girəcəkdə belə bir geniş otaqdır. Yəni yaşayış yoxdur. Bu hissədə mətbəxdir. Bu hissədə enli koridoru var. 5 otaqdan ibarətdir. Bu otaqdan girişdəki otağa qapı qoyulmuşdur. Tavanın hündürlüyü yetərincədir. Yenə mərtəbə arası monolitdir. Birinci, ikinci mərtəbə bura bağlıdır. Yəni mərtəbə arası qeyd etdiyimiz kimi bu hissədə də beton monolitdir. Ev möhkəm şəkildə tikilmiş bir evdir. Dağ mənzaralı yerdə yerləşir. Gördüyünüz kimi dağlar görünür. Asfalt yolun tam kənarıdır. Hər bir otağın polu, taxtası şam taxtadır. Qeyd etdiyim kimi sadəcə malyarka işləri qalıbdır. Yəni kosmetik remonta ehtiyacı var. Qiyməti 80.000 manata təklif olunur.